Ermənistana növbəti tədarük həyata keçiriləcək məlum olduğu kimi Rusiyadan Ermənistana məhz Azərbaycan üzərindən. Gündəm xəbərinin efirində 23 avqust tarixidir və məlumatımız isə belədir. Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Belə ki, 7 vaqondan ibarət çəkisi 242 ton olan propan 24 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsi istiqamətinə göndəriləcək. Qeyd edilək ki, İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50.000 tondan çox taxıl, 9.000 tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium və 1114 ton kömür, eləcə də 67 ton isə taxta göndərilib və eyni zamanda indiyədək Azərbaycandan Ermənistana isə məhz 15.000 tona yaxın dizel, 5.000 tona yaxın isə A292 və A295 benzini ixrac olunub. Qeyd edilək ki, Gündəm xəbər bu məlumatı isə reporta istinadən diqqətinizə çatdırdı.